Aziz dostlar, hamınız hoş gelmişsiniz. Biz çok şadıq sizin hamınızı burada görmeye. Bilirsiniz, biz çok güzel günler yaşayırıq. Hamımızın hisləri coşur. Her gün biz yeni məlumat alırıq. Gözəl bizim qələbəmiz haqqında filmlərə baxırıq. Yeni bizim ən gözəl əsgərlərimizlə, qazilərimizlə tanış oluruq. Ama çok güzel bilirsiniz ki bu qələbə bizim oğullarımızın, şehirlərimizin sayəsində oldu. Xahiş edirəm, onların xatirəsini bir dəqiqəlik sükutla yad edin. Allah rəhmət eləsin. Teşekkür ederim. Bizim qələbəmiz haqqında təkcə Azərbaycanda yox, bütün dünyada çox məlumat var və bu məlumat bizi heyrətləndirir. Ona görə ki, orada nə deyirlər, nə yazırlar, mən izləyirəm müxtəlif dillərdə ki, inanılmaz qələbə qazanılır. 21-ci əsrin yeni tərzdə aparılan bir müharibə idi və bu müharibədə parlaq qələbə qazanılır. Təbii ki, burada bir neçə faktor var. Ən önəmlisi bizim Ali Baş Komandan, sevimli möhtərəm cənab prezidentim nə vaxt, harda və necə bu müharibəni başlamaq, yəni o bilirsiniz dəqiqəsinə qədər dəqiq bu qərarı verməkdir. İkincisi, təbii ki, Azərbaycan xalqının o ürək yanğısı, o gözləntisi ki 30 ildir bu lazım olan məqamı gözləyirdi. Həmişə biz gözləməkdəydik, intizardaydıq. Nə zaman bu olacaq? Və nəhayət bizim oğullarımız, bizim ən gözəl insanlarımızın sinəsini önə verib bu müharibəyə getdilər. Bugün 7 noyabrda Şuşanı fəth edilən gündür. Və bu inanılmaz bir qələbə idi. Yəni bu haqda orada olan insanlar danışanda bu bir möcüzədir. Şuşanı fəth necə ediblər bizim oğullarımız. Bizim Bəstəkarlar İttifaqında da bir qazi bəstəkarımız var, gənc. 2 dəfə yaralanıb və buna baxmayaraq yenə də cəbhəyə dönüb. İstəməyib evinə qayıtsın. Biz bunların hamısını izləyirdik. Bilmirəm, o buradadır bugün, yoxsa yox. Vüqar Məmmədzadə, həm də o çox istedadlı gənc bəstəkarımızdır. Bunlar hamısı bizim zənginliyimizdir. Bizim gözəl insanlarımızdır. Bizim gözəl analarımızdır ki, belə oğullar tərbiyə ediblər və onlar bilirsiniz, düşünmədən, özlərini düşünmədən sinələrini qabağa verib bu müharibəyə gediblər. Mən çox danışa bilərəm, mənim hisslərim belə coşur. Bilirsiniz, bizim gözəl insanımız, uzun illər tanıdığımız Qurbani mənim indi iş otağımda oldu. O qədər gözəl söhbət etdik. Mənə çox təsir elədi. Mən sizə
Təşəkkür edirəm doğrudan səmimi ürəkdən. Belə insanlarımız çox olsun, belə gənclərimiz çoxalsın. Həmişə vətənimizin, gözəl vətənimizin keşiyində dursunlar və yaşasın Azərbaycan, yaşasın bizim gözəl insanlarımız, yaşasın bizim möhtərəm cənab prezidentimiz. Sağ olun. Əziz tədbir iştirakçıları, hamınızı ürəkdən salamlayırıq. Bugünkü mərasimin mərama, məqsədi hər kəsə yaxşı bəllidir. Bəli, 44 günlük vətən müharibəsində əldə olunan şanlı qələbəmizin 5 illik bayramının zəfər sevincini yaşayırıq. Və əlbəttə, bu zəfər sevinci bütün Azərbaycanlıların sevincidir. Necə ki, möhtərəm prezidentimiz Firəngiz xanımın söylədiyi kimi Şuşanı düşməndən azad etdiyi gün söylədi ki, ata vəsiyyətini yerinə yetirdiğim üçün çox xoşbəxtəm. Söylədi ki, bugün ulu öndərimizin və vətən uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. Söylədi ki, gözün aydın Azərbaycan. Söylədi ki, gözün aydın dünya Azərbaycanlıları. Və əlbəttə, bu sözün müdrikliyi, bu sözün hər birimizin qəlbində əzəmətli yer tutması bizim hamımızı da sevindirir və odur ki, bugün hər birimiz fəxrlə deyə bilərik ki, hamımızın gözü aydın olsun, hamımızın bayramı mübarək olsun. Alqışlayaq öz zəfərimizi. Və hər bir Azərbaycanlının sevinç hissi təbiidir. Amma sənətkarların sevinç hissi 2 qat təbii olur. Çünki onlar öz sənət baxımından bu sevinci tərənnüm və təsvir etməyə çalışırlar. İndi siz gözəl bir film izləyəcəksiniz. Çünki bu zəfər adi zəfər deyildir və bu zəfərə gedən yolun adi yol olmadığını siz izlədiyiniz kadrlarda görəcəksiniz. Hansı ki, ulu öndərimiz, ümumilli liderimiz deyirdi ki, mən inanıram ki, biz Qarabağa gələcəyik. Onun inamı möhtərəm prezidentimizin fəaliyyətində öz davamını tapdı və öz təsdiqini tapdı. Siz isə bütün bu deyilənləri bizim çox hörmətli, çox əzizimiz olan xalq artisti Firəngiz xanım Əlizadənin musiqisi əsasında, daha doğrusu onun əsərləri əsasında əməkdar incəsənət xadimi rejissor Cahangir Zeynallının ərsəyə gətirdiyi Zəfər Yolu filmində əyanı olaraq görəcəksiniz. Beləliklə, diqqət ekranlara filmi birgə izləyək. Eğer yoluyla imkanı olmasa, yani yola gelmeseler, bizim güçlü ordumuz var. Biz bütün gücümüzü cemleyip, gelip ne yaparsa olsun, torpakları azat edecek, siz de cebinize kuzunuza kaydedecek. Ben de arzu ederim ki sizinle birlikte gider Şuşa'ya. Geleceğim. İnanın ki geleceğim. Şuşa bir tek Şuşalılar için yok. Her bir Azerbaycanlı için Şuşa aziz bir anlayıştır. Azerbaycan'ın deyə bilərəm ki gözüdür. Her bir Azerbaycanlı için iftihar bir nöqtəsidir.
Ona göre Şuşa bir yaşayış mekanı değil. Şuşa bizim milli rəmzimizdir. Şuşa bizim medeniyetimizin, tarihimizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox. Laçın dağları da bir əzizdir. Laçın bizim Azərbaycanın en yüksek dağları, güzel sefası, güzel meşeleri, güzel bulakları, güzel çeşmeleri, güzel çayları olan bizim bir diyarımızdır. Hiç vakit biz Laçınsız yaşayabilmedik. Bugün səhər Ermənistan silahlı qüvvələri müxtəlif növ silahlardan bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutmuşdur. Erməni əskərinin bizim torpağımızda nə işi? Ermənistan ordusunun bizim torpağımızda nə işi? Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Zəngilan bizimdir, Ufaqlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun, Azərbaycan xalqına, yaşasın Azərbaycan. Ben bugün aynı zamanda Ulu Önder Heydər Əliyevin qəbrini ziyaret ettim. Onun ruhu karşısında baş eğdim. Yüreğimde dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerine getirdim. Şuşanı azad etdim. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Önder'in ruhu şaddır bugün. Gözün aydın olsun Azerbaycan. Gözün aydın olsun dünya Azerbaycanlıları.
Çox sağ olun Cahangir müəllim. Təşəkkür edirik. Tarixi yolu çox gözəl işıqlandırmışsınız. Və bu kadrları izlədikcə məlumat üçün bildirim ki, bugün bizim Üzeyir Hacıbəylinin adını daşıyan bu konsert salonunda şəhidlərimizin doğmaları var. Şəhid ailələrinin yaxınları iştirak edirlər. Mən onların necə kövrəldiyini duyurdum. Şəhid Rauf Əliyevin, şəhid Tamirlan Məmmədovun, şəhid Xudayar Yusifzadənin və şəhid Talehin, daha üzrlü sayın bu məqamda Toğrul Hacıyevin, şəhid Babək Ramazanovun yaxınları, doğmaları, övladları iştirak edir bugün. Təşəkkür edirik, dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun. Sizin ailəyə, sizin hər birinizə minnətdarıq ki, yetişdirdiyiniz o övladlar, o ailələrdə tərbiyə alıb böyüyən o oğullar məhz ağ atlı oğlana çevrilib bu mücadiləyə qoşuldular. Bizim əzizimiz Firəngiz xanımın İntizar operası çox gözəl bir məqamla tamamlanır. Ağ atlı oğlan gəlir. Bəstəkarın bu təxəyyülü bizim bədii, etik, estetik nağıllarımızdan gələn qəhrəmanlığı tərənnüm edir. Amma biz o qəhrəmanları səhnədə gördük. Həyat səhnəsində, cəbhə səhnəsində gördük. Biz həm gördük, həm eşitdik. Amma həm görən, həm eşidən bir şəxsiyyət bugün bizim tədbirimizdədir. Biz ona çox təşəkkür edirik ki, gördüklərini, eşitdiklərini qələmə alıb, həm ədəbiyyat, yəni həm dram məsələlərində, həm poetik şeirdə ifadə edib. Bu bizim çox hörmətli əzizimiz, əməkdar incəsənət xadimi, şair, general Abdullah Qurbanidir. Düşünürəm ki, bu məqamda biz sözü Abdullah müəllimə verməli və onun əyani düşüncələrini özündən eşitməliyik. Buyurun Abdullah müəllim. Çox sağ olun. Hörmətli Firəngiz xanım, şəhid ailələrinin üzvləri, xanımlar, cənablar, mən əvvəlcədən Bəstəkarlar İttifaqının rəhbərliyinə, şəxsən Firəngiz xanıma, bizim görkəmli sənətkarımıza, bəstəkarımıza dərin minnətdarlığımı bildirirəm Azərbaycan əskərinin adından ki, bu əziz gündə, bu qısadılmış iş günündə qələbəmizin 5-ci il dönümü ilə əlaqədar belə bir tədbir təşkil ediblər. Və doğrudan da tədbirin öncəsi bizim bu video çarxa baxmağımız və bu coşduran, insanı məkana aparan, məkanı insanın yanına gətirən belə bir musiqi, ofsunlayıcı belə bir musiqinin müşayiəti ilə biz zəfərimizin başlanğıcını və sonda ağatlı oğlanın zəfər müjdəsi ilə bu musiqini dinlədik. Cənab Prezident də həmişə dediyi kimi, biz bütün bu zəfərə, qələbəyə görə biz şəhidlərimizə borcluyuq. Çünki biz bu zəfəri, bu qələbəni şəhidlərimizin, qazilərimizin qanı ilə qazanmışıq. Müharibədən sonra bir qrup hərbi qulluqçu ilə görüşərkən Cənab Prezident Qənnətlər Parkında dedi ki, bircə şəhid ailələrinin, bizim xalqımızın təsəllisi ondadır ki, biz şəhidlərimizin qanını yerdə qoymadıq. Onların intiqamını aldıq. Onların intiqamını döyüş meydanında vuruşaraq, döyüşərək aldıq. Bugün şəhidlərin ruhu vətənimizin başının üstündə dolaşır. Elə bu məclisdədir. Adlarını xatırladınız, Xudayarın, Babəkin, onların Hacıyevin, demək olar ki, əksəriyyəti mən tanıyırım. Çünki onlarla müharibələrdə, döyüşlərdə birinci gündən sona qədər bir yerdə olmuşuq.
Və səhv eləmirəmsə Babəkin oğlu da musiqiçidir, Bəli. ifaçıdır. Çıxış eləyəcək. Babək yeganə adamdır ki, o Rusiyanın akademiyasını qızıl medalla bitirmişdi. Özlə həmin o şəhidlik günündən bir gün önce bir yerde görüşmüştük. Hansı şəhidimizi danıştırsaq, dindirsək, nə üçün şəhid oldun? Cavabları bir olacaq. Vətənin uğrunda can vermişəm mən, qana qan vermişəm, qan vermişəm mən. Başını sən dik tut vətən, ay vətən, cənnət qapısını açıb gedirəm. Çətindir Xocalı, Qarabağ dərdi. Bağ saldıq, barını yağlar dərdi. Cismim torpaqdadır, cismim yerdədir. Ruhumla göylərə uçub gedirəm. Dərələr atladım, odlardan keçdim. Demək ki, dünyadan mən nakam köçdüm. Ay ana bu yolu könüllü seçdim. Gün kimi al şəfək saçıb gedirəm. Nərimlə dağları oyadacağım. Düşmən yuvasına od vuracağım. Qələbə günündə qayıdacağım. Qələbə günündə qayıdacağım. Ağlama, qəlblərə köçüb gedirəm. Cənnət qapısını açıb gedirəm. Şəhadət şərbətin içib gedirəm. Və artıq qələbə günüdür. Şəhidlərimizin arzularının çin olan günüdür. 5 ildir ki, biz onların adlarını, xatirələrini bir anda olsun unutmuruq, yad edirik. Sabah yenə də dünyanın diqqəti Azərbaycanda olacaqdır. Artıq ilk dəfə olaraq Pakistan İslam Respublikasının parad heyəti Azadlıq meydanında bizə dəstək olacaqdır. Qardaş Türkiyənin Məhmədçiyi artıq 3-cü dəfədir ki, Azadlıq meydanında Türkiyə Cumhuriyyətinin bayrağı altında hərəkət edəcəkdir. Vətən müharibəsindən 5 il ötür, 5 ildən sonra sabahki paradda siz yeni xüsusi təyinatlı avtomobiller, hərbi texnikalar, aviasiya vasitələri, raket artilleriya qurğuları, zenit raket kompleksləri, gəmilər, katerlər Xəzər sahilində sıralanıb görəcəksiniz. İlk dəfə olaraq sabah paradda insansız sistem qoşunlarının yeni yaradılan müharibədən sonra qoşunların şəxsiyyətini görəcəksiniz. Və ilk dəfə biz yeni insansız sistem aparatları, pilotsuz uçuş aparatları və digər insansız texnologiyaları sabah nümayiş etdirəcəyik. Və Prengiz xanım hərbiçi olmasa da çox incə bir nüansa toxundu. Bildirəm ona fikir verdiniz ya yox. Dedi ki, dünya müharibələr tarixində ilk dəfə Azərbaycan insansız sistemləri, pilotsuz uçuş aparatlarını müharibədə tətbiq elədi. Bu biz Azərbaycan tətbiq eləmişik. Və bizim vətən müharibəsini dünya ekspertləri, dünya ali hərbi təhsil müəssisələrində öyrənirlər və bu müharibəni drone müharibəsi, pilotsuz uçuş aparatları müharibəsi alır. Və ilk qoşun da bizdə belə bir qoşun yaradılıbdır. Mən bu barədə çox danışmaq istəmirəm. Bugün bizim şəhidlərimizin bir daha xatırlayıram. Ruhlarınız şad olan günüdür. Və antiterror əməliyyatları zamanı Milli Musiqi Bayramı keçirilən günü biz artıq antiterror əməliyyatına başladıq. Ermənistan Silahlı Qüvvələrinin qalıqlarına və o gizlənmiş qiyamçı dəstələrinə qarşı mübarizəyə qalxdıq. Və heç sutka tamam olmadı. Artıq xalqımıza yeni zəfərin müjdəsini verdik. Həmin döyüş başlanan anlarda yazılan bir yazı ilə sizi salamlayıram. Bugün zəfər günüdür. Sıralansın ordular. Zəfərdən zəfərlərə irəli mərd olurlar. Bu
Bu canım qurban olsun doğma Azərbaycana. Son döyüşə gedirəm. Salamat qal ay ana. Sel olub axdım gəldim. Bəndləri yıxdım gəldim. Oda ateşə dönüb səbləri yaxdım gəldim. Aram bizim, dağ bizim, meşə bizim, bağ bizim, Qarabağda ucalan üçrəkli bayraq bizim. Öpürəm balan kimi torpağını, daşını, Xocalım, ay Xocalım, sil gözünün yaşını. Dağlar lala boyanır, yaşıl ala boyanır, Əskəran qalasında zəfər tonqal yanır. Salam, Xankəndim, salam, şəhərim, kəndim, salam, gözlərini yoldan yığ, axır ki gəldim, salam. Vətənə qurban olum, vətən ürəyim, canım, hər əmrinə hazırıq, Ali Başkomandanım. Mən bəstəkarlarımıza, sənətkarlarımıza xüsusilə minnətdaram. Müharibədə təkcə bu qələbənin qazanmasında ölkəmizin iqtisadi gücü, xalqımızın birliyi, həmrəyliyi, tolerantlıq, ulu öndərdən miras qalan Azərbaycançılıq məfkurəsi, Müzəffər Ali Başkomandanın, dövlətin başçısının sərkərdə məharəti, qətiyyəti, dəmir yumruq bu qələbənin bizdə təkcə bunlar deyil, bu amillər deyildi. O cümlədən bizim musiqimiz, hərbi marşlarımız, vətənpərvərlik mahnılarımız. Çünki müharibədən öncə, müharibə ərəfəsində burada əyləşən bəstəkarlarımızın elə Firəngiz xanım başda olmaqla Azərbaycan bəstəkarlarının o yazmış, yaratmış olduqları əsərlər ki var idi, müharibə ərəfəsində gənc nəsil o musiqilərlə, o əsərlərlə mənən kamilləşmiş, vətənpərvərləşmiş və qələbəyə inam ilə döyüş meydanına yollanırdılar. Və onlardan biri də burada əyləşib Bəstəkar İttifaqının üzvü Azad Zahid və onunla birlikdə bir 70-dən çox biz də işləmişik. Mən əvvəla xoşbəxtliyim ondadır ki, mən 30 il ərzində bizim görkəmli bəstəkarlarımızdan Süleyman Ələskərov, Oktay Rəcəbov, sonra bizim bəstəkarlardan Oktay Kazimi, Eldar Mansurov, Faiq Sücəddinov, Hikmət Nailə Mirməmmədlər, Rauf Məmmədov, bir çox bəstəkarlarla işləmişəm. Artıq sonuncu da Oktay Rəcəbovla Çingiz Operasının librettosunu yazmışam. Oktay Kazimi ilə Murovdağ Nəğmələri oratoriyası, sonra Millətin Oyaq Gecə simfoni poeması. Amma Azadın yazdığı mahnılar, hətta Səngərdən, müharibənin gedişində, vətən müharibəsi başlayan günü qələbəyə gedən yollar. Sözlərini göndərmişəm, 2-3 gündən sonra hazırdır. Artıq 4-cü günündə biz ayın 4-də oktyabrı Cəbrayıl'ı azad edəndə Cəbrayıl'da qələbəyə gedən yollar səslənirdi. Anaların arzusundan, duasından, cəngidən, misri sədasından keçən qələbəyə gedən yollar. Və yaxud birgə yazdığımız bugün deməli bizim bir bayraq birinci günü səslənən mahnılardan, bir bayraq altında cəm olsun hamı, Cənnət Qarabağa zəfərimiz var, düşməni sındırdı aprel zəfəri, qarşıda hələ çox zəfərimiz var. Yaxud Bayraqtepe qartalları, sıralanın hasar, yer yersiz düşmən üstə, filan, ana torpaq canından əziz, yeri gəlsə candan keçir, torpaq qanla qarışanda vətən olar qandan keçin, qisasını almalıyıq, neçə nakam şəhidim var, Polad kimi oğullarım, muradım var, samidim var. Və bu bəstəkarlarımızın Allah İlhamına daha güclü eləsin. Daha böyük yaradıcılıq uğurlar arzulayıram. Ve bugün geldiniz, siz təqdim edeceksiniz. Burada bizim galip sərkərdəmiz səslənəcəkdir. Bu da bizim Şuşamız azad olunan gündür. Şuşanın üstündən çəkildi duman. Layliyə bürünüb hər tərəf əryan. Onu da mən minnətdarımı bildirirəm. Akademik Dövlət Dram Balet Opera Teatrının kollektivinə, onların simfonik orkestrinə, xor və solistlərinə minnətdaram. İlk növbədə var olsun bizim bəstəkarlarımız, bəstəkarlar ittifaqımız və yeni zəfər nəğmələri və mən bu önləri ilk dəfə sizin o marşınızı dinlədim, zəfər marşını. Bilirsiniz, o səngərdə olanların içindən keçirir bu musiqilər. Çox belə xoşum gəldi. Bir daha sizləri təbrik edirəm. Bayramımız mübarək olsun, şəhidlərimizin ruhu şad olsun, yeni qələbələrə. İndi bircə o qalır ki, yenə də bir bayraq altında birləşək, yeri gələndə dəmir yumruq olmağı bacaraq,
müstakil ve galip devletimiz varsa, bu devlette, bu torpakta gözü olanlar çoktur. Ama düşmanlarımız da bir daha bilsinler ki Azerbaycan eskerinin o nefesi yer titredir, göğü titredir. Koy eşitsin menfur düşman. Emir yumruk yerindedir. Sağ olun. Benim de bir neçe kitaplar var. O kitapların bana şekli var da. Bir Fəxri Xiyaban'dı. Bir nefis şekilde derç olunan, çap olunan bir kitaptı. Fəxri Xiyaban'da da ne kadar Azerbaycan, dünya şöhretli bestekarlarımız oluyor. Bunu Önder Heydərəli'nin xatirəsinə yazmışam. 271 nefer Fəxri Xiyaban'da dəfn olunan Azerbaycan xalqının görkemli elm, edebiyat, medeniyet, ince sanat xadimleri ve öz nefər koymamışam. Orada kim dəfn olursa ama hamısının layıklı burada kıymetini vermiş ama. Yani orada düşmanımız da ders olur. Güne bize gülle atan da var orada. Ama tanımalıdırlar. Nesiller bilmelidir. Kitabın evvelinde de Ulu Önder Heydərəli'nin bir sözü yazmışam. Tarih tarihtir. Tarihten hiç nesilmeli olmaz. Bu ise bir söz dedi yine Cengiz Hanım. Vaktinizi alırım. Dedi ki bizim prezidentimiz özünün dediği kimi neyi ne var, harda, nece etmeyi özü bilir. Bilir ki böyle muharebeye 10 ay kalır Vətən müharibəsində Cengiz Hanım. 19. yıl dekabrın 29'unda sərəncam verdi. Həzi Aslanov'un anadan olmasının 110 illiği hakkında. Ve o yukarı hissede yazdıktır. Həzi Aslanov'un şücaəti, qəhrəmanlığı işgal altında olan torpaqları azad etmeye her an hazır olan Azerbaycan ordusunun asker ve zabitler için örnekti. Ne demek istedi prezident? Hele muharebe haberi yoktu. Diğer hazırlaş Azerbaycan askeri, Azerbaycan ordusu. Sabah sen o torpakları işgaldan azad edemelisin. Sen mehkumsan bunu azad edemeye. Ve Həzaslan'a böyle onun taktikası, onun manevrileri, muharebe döneminde nece olurdu vatenden uzaklarda? Utar Papulango, cinahlardan zərbe, hansı taktikaları ve bu muharebemizde artilleriya desteğinden sonra tankçılarımız neçə illərdir bərkidilen mühendis istehkamlı qüvvələrini, o sədləri tanklarımız əcdaha kimi ilerlediler. O doldular, ateşe döndüler. Zubov'un bir Rus tarihçisidir. Diğer Azerbaycan alaylarını muharebede görmek lazımdı. Onlar qəzəblənmiş Allah'ın düşmanlar üzerine yendirdiği o da ateşe benzeyirler. Həzi Aslanov kimi onun davamçıları hücuma gittiler. Bu kitapları ben size hediye edeyim. Kitaphaneye koyar sizlere edersiniz. Çok sağ olun, minnettarım. Sağ olun. Bu biraz ağırdı. Küçük değil, dostun verdi kum, onu avucunda yok. Sağ olun, minnettarım çok. Çok sağ olun, minnettarım çok. Olmuş ama direktör olarak geldim. Bəli, Abdullah müəllimin gözəl fikirlərinə düşünürəm ki, heç bir şərh vermədən onun sözlərinə bizim əziz bəstəkarımız Azad Zahidin bəstələdiyi Qalib Sərkərdəsi Azərbaycanın mahnısını bir neçə gözəl ifaçımızın səsindən eşitmək düşünürəm ki, bütün deyilənlərin hamısını gözəl ispat edəcək. Buyurun, səsləndirin. Ata vəsiyyətini yerinə yetir. Şuşanı azad et. Şuşanın üstünde çekildi duman. Her tarafa yan. Yeniden doğdu Vagif'ta tavan. Müzəffər sərkərdə, qalib sərkərdə.
Çox sağ olun, təşəkkür edirik. Əlbəttə, Azərbaycan ordusunun Ali Baş Komandanı Qalib Sərkərdəmizin bu zəfəri bütün xalqımızın, bütün dünya Azərbaycanlılarının zəfəridir. Amma yəni ölməz şəhidlərimizin bu zəfərdə payını möhtərəm prezidentimiz onların zəhmətini daim yüksək qiymətləndirib və onların bir çoxu bu zəfərdən sonra və o qəhrəmanlığın, o şücaətin sayəsində milli qəhrəman adına yüksəliblər. Onlar müxtəlif peşə sahibləri idi, amma içində musiqiçilərimiz də vardı. Biz bugünkü tədbirimizdə bir neçə musiqiçi şəhidimizi yad etmək məqsədi ilə yenə diqqətinizi ekranlara yönəldirik. Və biri müəllim idi, biri hələ musiqidə ilk addımlarını atırdı, böyük səhnələrə can atırdı. Biri çalışırdı ki, xalq musiqimizi oxusun və insanların ruhuna bir sığal çəksin. Amma onlara ən gözəl sığal Tanrı çəkdi. Onları şəhidlik zirvəsinə yüksəltdi. Rauf Əliyev, Qobustan Musiqi Məktəbində tar müəllim işləyirdi. Çox sağ olsun, bugün Rauf bəyin işçi yoldaşları və bacısı Xəyali xanımla birlikdə burada iştirak edirlər. Xudayar Yusifzadə vətən yaxşıdır deyərək vətən insanlara sevdirməyə çalışırdı və vətən uğrunda canından keçdi. Qardaşı gərək ki, burada iştirak edir. Anası Radə xanıma səbir diləyir və təşəkkür bildiririk. Tamirlan Mahmudov gənc bir ifaçı ilə böyük səhnələrdə çıxış edirdi. Xalası Esmirə xanım iştirak edir burada. Çox sağ olun, biz sizin hər birinizə təşəkkür edir və o gözəl oğulları ekrandan bir daha yad edək. İsmaili Regional Mədəniyyət İdarəsinin Qobustan şəhəri Rəşid Behbudov adına uşaq incəsənət məktəbinin tarix ixtisas müəllimi Əliyev Rauf. Bu gün dərs keçəcəyimiz 1-ci sinif şagirdimiz Zamanov Erzandır. Erzan, salam. Erzan, axırıncı dərs nə keçmişdir? Nöroratqayın axşamı. Ha? Öyrənmişsən Erzan? Bəli. Ha. Çal qulaq asın. Erzan, kulak as, bak. Üst alt, üst alt. Dumanlı dağları başında kurdum, dumandan özüme bir xeymə kurdum. Keçdi xəyalımdan öz güzel yurdum, dumanlar başında dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz güzel yurdum, dumanlar başında dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan civan əzan vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Da belə. Muhittin Çağdaş, İlgari Taliban Mahmudov, Mücahidin Züleyha Yusufova.
ki, onu da diqqətinizə çatdırım ki, bu şəhidlərimizin ki, biz bugün bir neçə musiqiçinin təqdim edəcəyik, onların əksəriyyəti bizim Azərbaycan Müzik Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecinin, yəni köhnə dildə biz bunu ASSNAlı Musiqi Məktəbi kimi tanıyırdıq, oranın məzunlarıdır və həmin kollecin 5 məzunu var. Zəbuyillah, Əzizbəy Muradov, Əzizbəy hansı ki, bayaq müəllim söylədiyi kimi, yəni 23 sentyabrda, yəni dünyasını dəyişib, həmin o Üzeyir Hacıbəyli Festivalı ilə üst-üstə düşən antiterror əməliyyatında və əlbəttə onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə yaşayır və yaşayacaq. Bizim bəstəkarlarımız da həm şəhidlərimizin xatirəsini, həm vətənpərvərlik mövzusunu daim öz yaradıcılığında tərənnüm ediblər. Bunun nümunələrini siz bayaq çox gözəl bəzi əsərlərdə gördünüz və sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Aytən Babayevanı dəvət edək. Bir neçə bəstəkarımızın vətənpərvərlik əsəri barədə onun çıxışını eşidək. Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusu. Buyurun. İlk öncə qeyd etməliyik ki, bugün bizim üçün çox əlamətlər, çox tarixi bir gün yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komanda İlham Əliyevin qüdrətli Azərbaycan ordusunun və xalqın sarsılmaz birliyi, iradəsi sayəsində artıq 5 ildir ki, Azərbaycanın qədim torpağı Qarabağ işğaldan azad olunmuşdur və Zəfər günü ərəfəsində Azərbaycan bəstəkarlarının hərbi vətənpərvərlik mövzulu əsərlərini işıqlandırmaq doğrudan da maraq doğurmaya bilməz. Bu baxımdan Azərbaycan bəstəkarlarının hərtərəfli məzmunlu yaradıcılıqlarında hərbi vətənpərvərlik mövzusu hər zaman gündəmdə olmuşdur. Ümumiyyətlə, Azərbaycan bəstəkarlarının hərbi vətənpərvərlik mövzusuna yazdığı əsərlər dövrlə bağlı olub, əsasən 3 mərhələni əhatə edir. Bunlardan birincisi 1941-45-ci illəri əhatə edən Böyük Vətən müharibəsi dövrü, ikincisi 1990-cı illəri əhatə edən Birinci Qarabağ müharibəsi dövrü, üçüncüsü isə böyük zəfərimizin, qələbəmizin əldə olunduğu İkinci Qarabağ müharibəsi dövrü ilə bağlıdır. Bəstəkar yaradıcılığında hərbi vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğulayan dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqisi Böyük Vətən müharibəsi günləri məcmuəsinin ön sözündə belə yazıldı. Böyük Vətən müharibəsi günlərində incəsənət xalqı mənəvi cəhətdən səfərbərliyə alan qüdrətli vasitəyə çevrilmişdir. Azərbaycan musiqisi yeni, dərin vətənpərvər əsərlərlə zənginləşmişdir. Ölkəni bürüyən yüksək vətənpərvərlik hissi öz parlaq təcəssümünü Azərbaycan bəstəkarlarının yaradıcılığında tapmışdır. Bunu da qeyd edək ki, statistikaya müraciət etsək, Vətən müharibəsinin ilk illərində Azərbaycan bəstəkarlarının 400-ə yaxın əsər bəstələdiyini müşahidə etmiş olaraq və bunların çox hissəsində hərbi vətənpərvərlik mövzusunda əsərlər təşkil edir. Üzeyir Hacıbəylinin Döyüşlər marşı, Yaxşı yol, Şəfqət bacısı, Vətən ordusu, Ananın oğluna nəsihəti və digər hərbi mövzulu, vətənpərvərlik mövzulu mahnıları Azərbaycan bəstəkarları üçün örnək olmuş. Ardınca Səyid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Sultan Hacıbəyev və digər bəstəkarların hərbi vətənpərvərlik mövzulu əsərlərinin yaranmasına səbəb olmuşdur. Hərbi vətənpərvərlik mövzusu iri həcmli səhnə əsərlərində də öz əksini tapmışdır. Əfrasiyə Bədəlbəli və Boris Yermanın Xalqın Qəzəbi adlı bir pərdəli operası, Qara Qaraya və Cövdət Taciyevin 1945-ci ildə Bakıda tamaşaya qoyulan Vətən operası da vətənpərvərlik mövzusu ilə bağlı olan əsərlərdəndir. Müharibənin ilk illərində simfonik əsərlərin əksəriyyəti də hərbi vətənpərvərlik mövzusundadır. Bu dövrdə yaranan simfonik əsərlər Azərbaycanda hərbi simfonizmin bünövrəsini qoymaqla yanaşı, həm də hərbi vətənpərvərlik mövzusunun üfüqlərini genişləndirmişdir. Niyazinin Döyüşdə xatirə bir hissəli simfonik əsərləri, Firət Əmirovun simfonik poeması, Qara Qarayev, Cövdət Hacıyev, Sultan Hacıbəyevin birinci simfoniyaları hərbi mövzunun mürəkkəbliyi və dərinliklərini özündə əks etdirir. Müharibə mövzusu 1-ci Qarabağ müharibəsi dövründə də davam etdirilmişdir və 1980-ci illərin sonundan başlayan Milli Azadlıq Hərəkatı, 1990-cı ilin 20 yanvar, 1992-ci ilin Xocalı faciəsi, 1-ci Qarabağ müharibəsi dövrü, bütün bunlar vətənpərvərlik duyğusunun yüksəlişinə və musiqidə bu mövzunun marağın artmasına da səbəb oldu.
Cavanşir Quliyevin 1992-ci ildə bəstələdiyi Əskər marşı düşmənə qarşı mübariz olmağa səsləyən hərbi vətənpərvərlik ruhlu çağırış marşı idi. Elnarə Dadaşovanın Döyüş Cəngisi mahnısı, xor və orkestr üçün vətənin keşiyində duran əskər, Salis və Nəfəsli orkestr üçün Qalx Döyüşə Azərbaycan əsərləri də 1990-cı illərdə hərbi vətənpərvərlik mövzusunda yaranan əsərlərdəndir. Birinci Qarabağ müharibəsinin ağrıcıları Ramiz Mustafayevin Salatın oratoriyasında Bu qan yerdə qalan deyə vokal simfonik poemasında Oktay Rəcəbovun Çingiz simfoniya rekviyemində də əks olunmuşdur. Vətənpərvərlik mövzulu əsərlər arasında Qarabağı, Şuşanı vəsf edən əsərlər Azərbaycan bəstəkarlarının yaradıcılığında əsas yerlərdən birini tutur. Bu baxımdan iri həcmli səhnə əsərləri içərisində Vasif Adıgözəlovun Natəvan operası, Firəngiz xan Əlizadənin İntizar operalarının malik olduğu əhəmiyyət əvəzsizdir. Azər Dadaşovun 15 nömrəli Şuşa simfoniyası, Cəlal Abbasovun Şuşaya həsr etdiyi Səni bircə dəfə görə bilsəydim simfoniyası, Şuşanın müdafiəsi zamanı həlak olmuş igid tankçı Albert Agarunovun xatirəsinə həsr olunmuş In Memoriam əsəri bu mövzu ilə bağlıdır. Şuşanı tərənnüm edən əsərlər arasında Sevda İbrahimovnanın Sənin üçün darıxıram Şuşa, Tural Məmmədlinin Şuşa Tətif simfonik poemasında qeyd etmək lazımdır. Artıq 5 ildir ki, Azərbaycanın döyünən ürəyi Qarabağ işğaldan azad edilmişdir və Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi sayəsində azad olmuş torpaqlarda böyük quruculuq işləri gedir və Azərbaycan bəstəkarları da bu şanlı tarixə, zəfərimizə çoxsaylı əsərlər həsr edirlər. 44 günlük vətən müharibəsində qazanılan zəfərimiz Firəngiz xan Əlizadənin Zəfər marşı əsərində parlaq təcəssümünü tapmışdır. Və onda qeyd edək ki, Zəfər marşının zəfər, qələbə ruhunu ifadə edən poetik mətni də Firəngiz xan tərəfindən yazılmışdır. Sərdar Fərəcəvan xor və orkestr üçün Azad Şuşa qəhrəmanlıq odası bəstəkarın Qarabağ mövzusunda trilogiyasının ikinci hissəsidir. Qeyd edək ki, trilogiyanın birinci hissəsindən Qarabağnamə, üçüncü hissəsini isə Cıdır düzündə Bayram adlı fortepiano poeması təşkil edir. 44 günlük müharibədə qələbəmizə həsr olunan əsərlər arasında Ceyhun Allahverdiyevin Zəfər himni, Qələbə Virçurası, Lalə Cəfərovanın Zəfər marşı, Sevda Rəhimovanın Zəfər nidası simfonik poeması, İlahə Qismətin Dəmir Yumruq, Bir pərdəli baleti, orkestr üçün Zəfər yolu əsərləri də qeyd edilməlidir. Gənc bəstəkar, müharibə qazisi Vüqar Məmmədzadənin Dəmir Yumruq əsəri isə müharibənin canlı şahidi olan gənc bəstəkarın nailiyyətidir. Şəhidləri tərənnüm edən əsərlər arasında bəstəkarlarımızın yaradıcılığında çox geniş sayda əsərlərə rast gəlinir. 30 ildən çox işğal altında olan torpaqlarımızın azad olması uğrunda canından keçən igid oğullarımızın xatirəsi yad edilir. Faiq Nağıyevin eyni adlı filmin musiqisi əsasında bəstələdiyi Şəhidlərin xatirəsinə xor və simfonik orkestr üçün poeması, Zabitə Məmmədovanın Mübariz İbrahimova həsr olunmuş Cəsurluğun simfoniyası, lirik poeması, Sevda Məmmədlinin Memoris fortepiano piyesi, Azad Zahidin Vətən Sənin Şəhidlərin çağırış mahnıları, Nərminə Nağıyevanın Mübariz Bir pərdəli operası da bu mövzunun daim bəstəkarlarımızın diqqət mərkəzində olmasının göstəricisidir. Çıxışımın sonunda bəzi məsələlər ətrafında da qısa açıqlamalar vermək istərdim. Belə ki, Bəstəkarlar İttifaqı son illərdə vətənpərvərlik ruhlu mahnı və marşlara tələbatın artmasını nəzərə alaraq Milli Kitabxana və Mədəniyyət Nazirliyi ilə birgə layihə üzrə Milli Musiqi Xəzinəmiz seriyasında Vətənpərvərlik mahnıları adlı səs və fortepiano üçün not məcmuəsi də nəşr edilmişdir. Bu məcmuədə Aygün Səmədzadənin Azərbaycan bayrağı, Azərbaycan, Cavanşir Quliyevin Əskər marşı, Lalə Cəfərovanın Vətənin övladları, Azad Zahidin Qələbəyə gedən yollar, Piki Axundovanın Zəfər çağırır marşı və digər mahnılar özünə yer almışdır. Azərbaycan Bəstəkarlar İttifaqında 2021-ci il oktyabr ayında isə Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki qanlı qələbəmizə həsr olunmuş simfonik əsər kateqoriyasında bəstəkarlıq müsabiqəsi də keçirilmişdir. Bütün bunlar gənc bəstəkarların hərbi vətənpərvərlik mövzusunda yazılmış əsərlərin üzə çıxarılması məqsədi ilədir. Nəhayət, 2024-cü ildə baş verən mühüm bir hadisəni də qeyd etmək istərdim. Bu, Bəstəkarlar İttifaqının əməkdaşı, musiqişünas Səadət Əhmiraz qızının şəhid və qazi musiqiçilərə həsr olunmuş Nəğmədir bir silahıdır kitabı ilə bağlıdır. Bir neçə bölmədən ibarət olan bu kitabda musiqidə hərbi vətənpərvərlik mövzusu, musiqidə şəhidlərin
işıqlandırılmış, musiqiçi şəhidlər və onların keçdiyi şərəfli yol haqqında, musiqiçi qazilərimizin həyat yolu haqqında geniş məlumatlar əks olunmuşdur. Kitabın qələmlərimizin musiqi müjdəsi adlandırılan son bölməsində isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadənin rəhbərliyi altında keçirilən müsahibi və konsertlər, layihələr işıqlandırılmışdır. Aktual mövzuya həsr olunmuş bu kitabın yaranmasında isə Bəstəkarlar İttifaqına böyük təşəkkürümüzü bildiririk. Zəfər günü artıq Azərbaycan bəstəkarlarının hərbi vətənpərvərlik mövzulu əsərlərinə ruh yüksəkliyi, qələbə əzmi gətirən mövzulara daxil edir və bu əsərlərin sayı daha da artır. Bu isə Azərbaycan bəstəkarlarının şanlı qələbəmizə, zəfərimizə olan töhfəsidir. Təşəkkür ederim. Əlbəttə bu töhfələr ifaçılarımızın yaradıcılığında da öz təcəssümünü tapır. Mən indi bizim üzvümüz çox hörmətli sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Sevdə xanım Məmmədlini dəvət edəcəm. O özünün gözəl bir işlənməsini, hamımızın çox sevdiyi Laçın xalq mahnısına dair işlənməsini ifa edəcəkdir.
təşəkkür edirik və mən çox vaxt itirmədən bizim bugünkü tədbirimizdə iştirak edən qazimizə söz vermək istəyirəm. Ona çox təşəkkür bildiririk. Yəni bütün qazilərə can sağlığı diləyirik. Sağ olsun ki, öz iş vaxtından ayıraraq bugünkü tədbirimizə gəlib. Şabanov Ramin bəy bir neçə kəlmə ilə bugünkü tədbirimizdə çıxış etmək istəyir. Buyurun. Çox sağ olun ki, bu gözəl tədbirdə mənə söz verdiniz. Minnətdarlıq hissini bildirirəm tədbir iştirakçılarına. Mənim üçün fəxr olub belə bir tədbirdə iştirak etmək. Bu tədbiri özümün yazdığı 2 misra ilə başlamaq istəyərdim. Çox vaxtınızı almaq üçün. Torpağa məhəbbət elə zirvədir, məhəbbət olması bu həyat nədir? Biz bu vətən yolunda nə etdiksə də vətənimiz üçün, millətimiz üçün canınız fəda olsun. Özümüzdən başqa bizi böyüdən analara, onların çəkdiyi əziyyətə, həmişə tam orta məktəbdə oxuyarkən müəllim məndən sual verirdi ki, hansı mövzuda şeir yazarsan? Mən müəllimə bir kütlə şeirini müəllimin sualını cavablandırdım. Başı üstündə o tiflin dayanan və sökümdür ürəyi gizli yanan, saçır ətrafını öz şöyləsini, anadır bəsləyir öz körpəsini. Bu şeir mənim həmişə həyatımın əsas təməl prinsiplərlə muftikir. Həmişə öz anama, qarşımdakı qadın xeyraklarına gözəl bir ana nəbadır ki, ana sevgisi, ana məhəbbəti ilə baxmışam. Həmişə analarımızın, bizi böyüdən, bizi bu yerə gətirən şəhid analarının, qazi analarının qarşısında baş əyirəm ki, vətənə, millətə belə layiqli övladlar böyüdüklər. Həmişə də bu vətən qarşısında layiqli borçların öhdəsindən layiqiniz gəldilər. Çox sağ olun. Söz verin, minnətdarım, Allah razı olsun. Çox sağ olun. Sağ olun Rahmi bəy, siz də çox sağ olun. Əlbəttə biz bayaqda Aytan xanım çox gözəl bir mövzu ilə çıxış elədi ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında yəni hərbi vətənpərvərlik, xalqa, vətənə və eyni zamanda şəhidlərə həsr olunan əsərlərimizdən danışdı. Amma bu əsərlər həm də əsgərlərimizi də ruhlandırır, çünki bəstəkarlarımız əsərlər də qələmə alırlar, yazırlar ki, onlar sanki bir həyat amalına çevrilir bizim əsgərlərimizin və onları döyüşlərə daha da ruhlandırır. Bu mənada bizim çox hörmətli bir bəstəkarımız iştirak edir tədbirimizdə və onu da xatırladım və məlumat üçün bildirim ki, bu hörmətli bəstəkarımız özü də şəhid ailəsindəndir. Yəni onun qardaşı, milli qəhrəman 1992-ci ildə Şuşa uğrunda gedən mübarizədə, daha doğrusu Daşaltıda, yəni o qəhrəmanlıqla şəhid olub və milli qəhrəman adını daşıyan Riyad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, çox hörmətli bəstəkarımız Profesor Mehriban xanım Əhmədova bu gün tədbirimizdədir. Çox sağ olsun Mehriban xanım da bu düşüncələri musiqiyə də çevirib və indi biz onun Əjdər Qiyaslının sözlərinə bəstələdiyi Əskər, yəni Vətən Əskəri adlı bir mahnısını eşidəcəyik. Təbii ki, video formatdan eşidəcəyik, çünki xahiş edirəm bəzi texniki səbəbləri nəzərə alın. Bugün ölkəmizdə çoxlu sayda tədbirlər var və bu mənada texnika bizim köməyimizə gəlir ki, biz həmin o gözəl əsərləri məhz ekrandan izləyir. Xalq artisti Samir Cəfərovun ifasında Mehriban xanımın əsərini ekrandan izləyir.
biz yenə diqqətimizi ekrandan ayırmayaq. Çünki daha bir musiqiçi şəhidimizin ifasını ekrandan görəcəyik. Toğrul Hacıyevin. İzləyək. Bəli, ruhları şad olsun və onlara bu elmi, bu musiqi sənətini öyrədən müəllimlər də var olsunlar. Çünki onların bu şəhidlərimizin əksəriyyəti, bayaq qeyd etdiyim kimi, Asəf Zeynalı adına Musiqi Kollecinin məzunları olublar. Dostlar, məlumat üçün demək istəyirəm ki, Asəf Zeynalının çox yaxın qohumlarından biri, yəni o şəcərədən olan Rövşanə xanım da bugünkü tədbirimizdə iştirak edir. Asəf Zeynalına da ruhu şad olsun və Rövşanə xanıma da təşəkkür bildiririk tədbirimizdə iştirakına görə. Çox sağ olun Rövşanə xanım, çox sağ olun. Əlbəttə şəcərə davam edir. Qəhrəmanlıq şəcərəsi də, musiqi şəcərəsi də. İndi qarşımızda çıxış edəcək Toğrul Hacıyevin qardaşı, o da Milli Konservatoriyanın məzunudur, Ülvi Hacıyev. Buyursun Ülvi bəy səhnəmizə, yəni biz onların ailəsinə də səbir diləyirik və təşəkkür edirik ki, o ailədən Toğrul kimi gözəl bir qəhrəman oğul
çıxıb. Hətta Toğrul haqqında bir kitab da nəşr olunmuşdu. Səhnədən cəbhəyə, səngərə. Doğrudan da çox maraqlı bir kitab idi. Və Ülvi bəyi alqışlarla, Ülvi, sizi səhnəyə dəvət edirik. Buyurun, gəlin, öz gözəl musiqi töhfənizi bugünkü tamaşaçılara getirin və onu da nəzərinizə çatdırın. Ülvi bəyi bizim əziz bəstəkarımız Sevda xanım Məmmədli müşahidə edəcək. Mən Sevda xanıma deyəndə dedi ki, Səadət, əlbəttə bizim borcumuzdur ki, şəhidlər qarşısında öz mənəvi borcumuzu yerinə yetirək. Ülvi Əli Səliminin ayrılıq mahnısını ifa edəcək kamançada, amma neyək ki, ayrılıq da həyatın bir təzahürüdür. Kaş ki olmasın, amma olması da təbiidir. Gəlin, təbii həyatı biz də təbii qəbul edirik. Ülvini dinləyək.
Çox sağ olun, təşəkkür edirəm. Bayaq mən söylədim, yəni bizim unudulmaz Azərbaycan musiqi tarixində adı, yeri, mövqeyi olan Asəf Zeynallı, yəni cismən 23 yaşında dünyasını dəyişsə də onun ruhən əbədi bir ömrü var və biz də daim o ömürdən onun yaratdıqlarından bəhrələnirik. İlşanə xanım söylədim, Slavyan Universitetinin professoru bugünkü tədbirimizdə iştirak edir və o bir-iki kəlmə söz demək istəyir. Əlbəttə, bu söz haqqını biz mütləq İlşanə xanıma verməliyik. Buyurun. Çox sağ olun. Hörmətli Rəngiz xanım, Səbət xanım, dəvət eləmişsiniz məni. Çox sağ olun. Doğrudan da çox qələbə günü bizim üçün ən əziz gündür. Baxmayaraq ki, hələ bəlkə az vaxt keçib də 5 il, amma görün nə qədər çox bu 5 ildə bizim prezidentimiz ki, bu necə sürətlə, bilirsiniz, 5 ildən, o 5 ildə orada çox dəyişikliklər var və o bütün dağılmış yerlər görün, necə yollar çəkilib, necə işlər görülür. Bu bizim doğrudan da qələbəmizdir və o hələm yaxşı günlərimiz daha da qabaqdadır və mən çox sağ ol demək istəyirəm ki, siz məni çağırmışsınız, bura dəvət eləmişsiniz. Mən doğrudan da indi qulaq asanda bu hörmətli bizim xanımımız dedi ki, 3 mərhələyə bölüb, deməli, vətənpərvərlik mövzunu. Amma ki, mən deyərdim ki, bir vətənpərvərlik mövzunun təməlini Asəf Zeynallı qoymuşdu. Ölkəm mahnısı, o doğrudan da Çox sağ olun. Əlbəttə, İlşanə xanım Asəf Zeynallı həyatında, yaradıcılığında açılmayan səhifələri varsa, yenə də musiqiçinoslarımız oraya üst tutacaqlar, müraciət edəcəklər. Artıq tədbirimizin sonuna gəlib çatmışıq, amma bu ki son deyil. Nə qəhrəmanlığın sonu deyil, nə mübarizənin sonu deyil, nə də vətənpərvərliyin sonu deyil. Sadəcə tədbirimizin sonudur. Amma sonda bizi gələcəyə aparan uğurlu yolda canından keçən şəhidlərimizdən birinin, Babək Camalıdanovun övladı çıxış edəcək. Süleyman, buyur səhnəmizə nə var? Buyur. Bəli, şair Ramaldanovun övladıdır, Babək Ramaldanov. Ruhuşarmışdan. Bizim balamız Süleyman isə Bakı şəhər 34 saylı Uşaq Musiqi Məktəbində təhsil alır, Afət müəllimənin sinifində və mən təşəkkür edirəm, Qədir müəllim burada əyləşib, 34 nömrəli məktəbin direktoru. Çox sağ olun Qədir müəllim. Siz zəhmət çəkib, yəni belə uşaqları böyüdürsünüz, yəni onları yetişdirirsiniz və bugün də özünüz şəxsən Süleymanı gətirmişsiniz bizim tədbirimizə və o Fikrət Əmirovun bir eksprompt əsərini ifa edəcək. Sonra isə təbii ki, tədbirimizin sonunda bizim hörmətli Firəngiz xanımın bəzi hədiyyələri olacaq. Ona görə onu da mən sizə sonra təqdim edərəm, inşallah.
Çok sağ olun, teşekkür ederim. Çok sağ olun. Burada Carçı jurnalının baş redaktoru Gülnara xanım əyləşibdir və onun da bizə nəsə bir sözü, bir hədiyyəsi var. Gülnara xanım, buyurun. Və artıq tədbirimizin yəni son məqamlarıdır. Rica edirəm. Hər vaxtınız xeyir olsun. Çox hörmətli Firəngiz xanım, Saadət xanım. Dəvətiniz üçün çox təşəkkür edirəm. Mən də bütün xalqımızı sabahki Zəfər Bayramı münasibətinə ürəkdən təbrik edirəm. Hər birinizə can sağlığı arzulayıram və bir də müharibə olmasın arzulayıram. Heç vaxt analarımızın gözü yaşlı olmasın arzulayıram. Və mən bugün buraya xoş gəlməmişəm. Saadət xanımın çox gözəl bir kitabının təqdimatında iştirak eləmişdim. Nəğmə də bir silahdır. Adından da məlum olduğu kimi çox möhtəşəm. Hər bir şəhidimizin haqqında orada getməsə də ancaq müəyyən qədər o həcmdə, kitabda şəhidlərimizin ruhu bir daha orada anılıb və mən bugün bu jurnalı Zəfəri Mübarək Azərbaycan deyib yol çıxmışıq. Bugün birinci nüsxəsini götürmüşəm ki, sizlərə də təqdim edeyim və hər birinizə bir daha can sağlığı arzulayıram. Çox sağ olun diqqətinizə görə və bu jurnalı çox istəyərdim ki, Firəngiz xanım özü də görsün və mən bunu sizə hədiyyə edirəm. Çox sağ olun. Təşəkkür edirəm və bizim şəhid ailələrindən gələn doğmalara qazimizə bir hədiyyəmiz var. Firəngiz xanım düşünürəm ki, o hədiyyələri təqdim edəcək. İlk növbədə qazi qardaşımız Ramil bəy buyursun, rica edirəm. Rauf Əliyevin babası. Bizim şəhid qızlarımız Rauf Əliyevin bacısı Xəyara. Buyurun, burada bir sahne alacağız. Siz bəli, Bizim hədiyəmizi təqdim edirəm. Allah sizi qorusun. Bizim Süleyman oğlumuza hədiyəni təqdim edək. Yəni çox gözəl çıxış verdik. Gözəl səhnələrdə səni görək, izləyək, böyük uğurlar. İnsan bu ayda 5 Azərbaycan bayrağı uyduruyor. Düşünürəm ki, Qədir müəlliməm ki, uşaqların böyüməsində zəhmət olan 34 saylı məktəbin direktoru Qədir müəllim rica edirik, buyurun. Sizə bizim biraz çox olacaq buyurun. Biz Firəngiz xanımın Zəfər marşını sizə ona görə təqdim edirik ki, uşaqlarımız bu marşın sədaları altında, yəni vətənpərvərliyi öyrənsin. Bu kitabları isə sizin kitabxananıza təqdim edirik. Çox sağ olun, təşəkkür ederim. Tamerlan Mahmudovun xalasıdır. Tamerlan bəy, yəni bu şəhər haqqında da bizim bir çox deməli məlumatlarımız var. Və düşünürəm ki, bu hədiyyə də sizin evinizdə Bəstəkarlar İttifaqı adından, yəni həm yazıcı gəlibmi, bəlkə mən duya bilmirəm ki, Xudayar bəy. Eləsə Ülvi bəy, haradadır? Yəni, gözəl çıxış elədi, Ülvi Hacıyev. Buyur Ülvi. Burada bizim bir balamız iştirak edir. Düşünürəm ki, onu görüb kövrəsəkdə amma çalıqları. Mərd.
Talih Şirinov. Bu uşağın adı da Mehdi. Maşallah, maşallah. Ne güzel oğlandı maşallah. Allah korusun. Bizi de gözler korusun. Əlbəttə, əgər şəhid ailələrindən danışdıqsa, biz əziz bəstəkarımız Mehriban xanımı unutmamalıyıq. Buyurun, buyurun. Sizin eserleriniz hem de çok güzel. Çok sağ olun. Siz sağ olun. Çok teşekkür ediyorum bu muhteşem tedbire göre. Size tesadüf kalmam. Tüm kolektifinize uğurlarla sunuyorum. Çok sağ olun ki şehirlerinizi unutursunuz. Onların adlarını uca tutursunuz. Çok sağ olun. Bağışlayın. Çok sağ olun. Hamınıza çok teşekkür edirik. Sağ olun, var olun. Belə bir misra var deyir, bura həm Azərbaycan, həm Heydər ölkəsidir. İlham başlanmaqla Heydər ölkəsi. Var olsun, dünyadan gedən şəhid igidlərimiz, qalan qazilərimiz və onların davamçıları. Size de bir mesaj ki, gözler var. Çok sağ olun.